Salam, hörmətli tamaşaçılar, xoş gördük hamınızı. Siqaretə yox verilişinin növbəti sayı ilə yeni evinizin qonağıyıq. Bugün də siqaret tüstüsünün zərərlərindən və bu zərərli vərdişdən uzaq dayanmağın yollarından danışacağıq. Bu işdə bizə kömək edəcək mütəxəssis verilişimizin, studiyamızın qonağı psixoloq Rəvanə xanım Quliyevadır. Rəvanə xanım, xoş gördük sizi. Xoş gördük. Rəvanə xanım, başlayaq siqaret tüstüsünün, ümumiyyətlə tütün məmulatlarından istifadənin insan orqanizminə zərərli təsirlərindən tamaşaçılara məlumat verək. Daha əvvəl təşəkkür edirəm ki, belə bir veriliş yaratmışsınız, belə bir proqram mövzu qoymuşsunuz. Çox aktual mövzudur. Bunun üçün təşəkkür edirəm. Siqaretin zərərlərinə gəldikdə bir çox zərərləri var. Həm fizioloji, həm sosioloji, həm də ki, psixoloji və maddi olaraq da təbii ki, bunun zərərləri var. Fizioloji tütünün, yəni tütün tərkibindəki zəhərli maddələr ağciyər xərçəngi, ürək-damar sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri və ümumilikdə immun sisteminin zəifləməsinə səbəb olur. Daha sonra psixoloji səbəblər təbii ki, qaçınılmazdır. Asıllıq yaratmaqla yanaşı, həmçinin insanda depressiv vəziyyətləri yaradır, stres vəziyyətlərini artırır, insanlarda daha çox narahatlıq, təşviş pozuntularını artırır və həmçinin nəzərə alsaq ki, maddi problemlərə yol açır. Bu da öz növbəsində daha çox stres gətirir. Əgər maddi imkan bir qədər qısıtlıdırsa, təbii ki. Və maraqlıdır ki, siqaretin qiyməti də günü-gündən bahalaşır. Eynən. Amma bahalaşmağına rəğmən insanlar yenə siqaret çəkir və hətta siqaretin alışında, satışında böyük artım var. Ki, bunun səbəbi nədir sizcə? Təəssüf ki, səbəblər ümumiyyətlə müxtəlifdir. Yəni, sosial səbəbləri, əgər sosial təsirləri nəzərə alsaq, burada həm ailə modeli rol oynayır. Məsələn, ailədə əgər bir nəfər siqaret çəkirsə, bu yeniyetmədə, uşaqda o davranışı təkrarlama riskini artırır. Daha sonra sosial mühit çevrədən qaynaqlana bilir. Bu səbəblər ümumiyyətlə belədir ki, xüsusən yeniyetmələrdə hər hansı bir qrupa daxil olduqda o qrupda qəbul olunmaq üçün çox çalışırlar ki, oradakı davranışları təkrar eləsinlər. Oradakı davranışları mənimsəsinlər bir növ. Və nəzərə alsaq ki, yeniyetmələr arasında siqaret və bu kimi digər vərdişlər bir qədər cəsarət, hardasa yetkinlik təsəvvürü oyadır onlarda. Bu, biraz da artır bu vərdişə yönəlmək. Yəni, bir növ cəsarət tələb edirmiş kimi görünür. Ki, bu da bir səbəb olur ki, onlar siqaretdən istifadə etsinlər. Ümumiyyətlə, Rəvanə xanım, insanın zərərli vərdişə meyilli olması, yəni ki, insan, biz uşaq ikən belə idi, yəni, nəysə bizə qadağa qoyulurdusa, biz mümkün qədər evdəkilərin gözünə oğurlayıb da o zərərli hansısa bir davranış edirdik. Bəli. Misal üçün, bəli, bu elektrik cihazıdır, bura toxunmaq olmaz, nə bilim, filan deyilirdi, həyətdə oynayırsan, oynayandan sonra tərli şəkildə soyuq su içmə, içirdik. Yəni, insanın bu, elə bil, sanki yaradılışda belədir, insanın sanki rüşeymindən bu belə qoyulub təməli ki, biraz o ki, o qadağa olursa, hansısa bir elə zərərli vərdişlər də o şəkildə. Qadağa varsa, insan biraz o qadağanı etməyə meyilli olur. Bunun səbəbi nədir? Bunun da bir neçə səbəbi var, öz növbəsində belə deyim. İnsan ümumiyyətlə öyrənməyə, yeni şeyləri, xüsusən də qadağa olunmuş şeyləri yoxlamağa meyillidir. Əgər ona olmazlar deyilirsə və bunun səbəbi yaxşı izah olunmursa, o daha çox ona yönəlir. Yəni, yoxlamaq istəyir ki, görün bunun sonunda nə olacaq. Və insanın azad olmaq istəyi, hissi var ki,
O qadağa olunmuş şeyləri yoxladıqda onda bir növ o azadlığı əldə etmək, sanki o çərçivələri aşır və azad olmaq hissini yaşayır. Deyir ki, mən bu çərçivəni aşdım, deməli mən azadam. Artıq özünü o düşüncədə görür. Daha sonra mükafat sistemi, beynin mükafat sistemi problemi var ki, məsələn, dopamin yüksəlir. Bu da yenə də o həmən vərdişlərə yönləndirir insanı. Həmçinin insanın adrenalin istəyi, adrenalini yüksəltmək istəyindən qaynaqlana bilir ki, insan çox, məsələn, həyəcan verici, qadağa olunmuş şeylər, axı onu eləmək biraz cəsarət tələb elədiyi üçün həm də həyəcan gətirir. O həyəcan adrenalini yüksəldir, o da insanlara zövq verir. Və maraqlı orasıdır ki, uşaq vaxtı bizdə şuur tam formalaşmayıb, beyin qırışlarımızın sayı kifayət qədər deyil, biz bunu eləyirik. Amma axı bu yaş ötüb keçdikcə, artıq 17, 18, 19 yaş keçdikcə, yetkinlik yaşını keçəndə insan artıq nəyə görə yenə də qadağanı etməyə meyilli olsun? Yəni ki, zərərli bir vərdiş, indi qadağa deməyək ona, bir zərərli vərdişdir, bu zərərli vərdişdən istifadə etmək düzgün deyil, insan səhhətinə zərərdir. Hətta bir məsələ var ki, siqaret çəkmək, tütün məmulatlarından istifadə təkcə sənin orqanizmin üçün deyil, həm də axı ətrafa da ziyandır. Eynən. Yəni, ətraf pasiv tütün çəkən sayılır. Yəni, tütün tüstüsünə birbaşa da olmasa dolayı yolla məruz qalır. Yəni, bunun məsuliyyətini dərk etməmək o hər siqaret çəkənin psixoloji durumunun narahatlığıdırmı? Narahatlığı deməzdim. Təbii ki, narahatlıqlar da rol oynayır. Məsələn, insan stres yaşadıqda, hansısa bir gərginlik yaşadıqda, ciddi bir problemlərlə üzləşdikdə, məsələn, onu səbəb gətirənlər çox olur ki, mən ciddi bir stres yaşadım və ondan sonra siqaretə başladım. Lakin baxaq görək, hamımız mı stres yaşayanda bu vərdişə yönəlirik, bu davranışa yönəlirik? Yəqin ki, xeyr. Çünki burada bir məqam var, onu vurğulamaq lazımdır ki, insanın sıxıntılarda, müxtəlif bu problemlərdə, o problemlərlə üzləşdikdə insanın bir mübarizə strategiyası var. Hər kəsin fərdi bir mübarizə strategiyası var, problemdən çıxış yolu kimi. Məsələn, belə sağlam strategiyalara misal gətirsək, deyə bilərik ki, insanlar məsələn problem yaşayanda ailə ilə və yaxud da çevrə, yaxın çevrə, dost çevrəsi ilə bölüşür, o problemi bölüşür, o problemin gətirdiyi, yaratdığı hissləri bölüşür və beləliklə onda bir qədər rahatlama hissi yaradır. Həmçinin əslində o mühitdə bir çox hallarda elə problemin həllini də tapır insan. Çünki bölüşmək, necə deyim, yəni bir neçə ağılla bir məsələni həll etmək hardasa daha mümkündür. Daha sonra, məsələn, bəzi insanlar musiqi dinləməklə və yaxud da idman növləri ilə məşğul olmaqla, digər fəaliyyətlərlə məşğul olmaqla, təbiət qoynunda gəzməklə, yürüyüş etməklə bu vəziyyəti bir qədər rahatlaşdıra bilir. Və burada birdən nəfəs texnikalarını vurğulamaq istəyirəm. Biz çox hallarda düzgün nəfəs almağı əslində bacarmırıq. Məlumatımız yoxdur. Yəni, bu nəfəs texnikalarından düzgün istifadə etdikdə biz hardasa rahatlaşırıq, həmin anda o problemi daha normal şəkildə qəbul edib, onu təhlil edib, onun çıxış yollarını axtara bilirik. Lakin problemdən çıxış yolu, məsələn, əgər problemdən biz üzləşdikdə qaçırıqsa, qaçış artıq bu vərdişlərə gətirib çıxarda bilir. Yəni, qaçış nə üçün bu vərdişlərə gətirir, onu da deyə bilərəm. Qaçış, yəni bizim qorxularımızın üzərinə getməmək, əksinə ondan qaçmaq nəzərdə tutulur. Ondan qaçırıq. Yəni ki, problemlə üzləşdikdə onu görməzlikdən gəlirik, qaçırıq. Bəli, həlli yolunda bir şey etmirik, sanki qorxaqlıq bir növü. Təbii ki.
yəni bizə ağır gəlir. Düşünürük ki, biz onun öhdəsindən gələ bilmərik. Və burada qaçış yolunda təbii ki, zərərli vərdişlər bizə istər qumar asılılığı olsun, istər spirtli içkilər asılılıq və siqaret, narkotik kimi asılılıqlara biz qaçırıq. Çünki həmən o maddələr, o davranışlar bizim beynimizdəki dopamin maddəsini qaldıraraq bizdə müvəqqəti rahatlıq, müvəqqəti xoşbəxtlik imitasiyası yaradır. O da qısa bir müddət ərzində. Çox qısa bir müddətdə və bu getdikcə orqanizm öz o dopaminini istehsal etməyi azaldır və daha sonra istər-istəməz daha çox kənardan dəstək almağa ehtiyac duyur insan. Bu dəstəyi də təbii ki, həmən zərərli vərdişlərlə ödəyir. Verilişimizin bu məqamında tamaşaçılarımızla birgə Rəvanə xanım süjetimizi izləyək, təkrar studiyamıza qayıdıb söhbətimizə davam edərik. Siqaret insan orqanizminin ən təhlükəli düşmənidir. Təəssüf ki, Azərbaycanda bu barədə məlumatı olanlar ya azdır, ya da bu məlumata əhəmiyyət verilmir. Ona görə siqaret satışının həcmi ildən ilə artır. Nikotin qəbul edənlərin sayı gənclərin hesabına çoxalır. Bu süjetimizdə siqaretin törətdiyi fəsadlar haqqında danışacağıq. Ümidvarıq ki, bu zərərli vərdişə aludə olanlara, ona maraq göstərənlərə məsləhətlərimizin müəyyən faydası olacaq. Siqaret tüstüsündə 400-ədək kimyəvi maddənin olduğu müəyyənləşdirilib. Bunların heç birinin insan orqanizmi üçün faydası yoxdur. Əksəriyyəti nikotin, qətran və xərçəng yarada bilən kanserogen maddələrdir. İnsanın damarına 100 mg-dək nikotin vurmaq onun ölümünə səbəb ola bilər. Bu dozada nikotin üçün 2 qutu siqaret kifayətdir. Məlumdur ki, gündəlik 2 qutu, hətta daha çox siqaret çəkən insanlar var. Çoxları sual verə bilər ki, bəs niyə həmin insanlar zəhərlənmirlər? Cavab olaraq deməliyik ki, əslində siqaret çəkən bütün insanlar zəhərlənirlər. Bunlar da ona görə dərhal ölmür ki, tütünü yandıraraq çəkirlər. Çünki siqaret yanarkən tərkibindəki nikotin havaya sovrulur. Onun yalnız müəyyən hissəsi insanın orqanizminə daxil olur. Həmin nikotinin təsiri ilə böyrək üstü vəz adrenalin və noradrenalin hormonlarını ifraz edir. Belə bir vəziyyət tədricən mədə yarasının yaranmasına gətirib çıxarır. Rəvanə xanım, ümumiyyətlə siqaret çəkənlər arasında siqareti çəkməyə, ümumiyyətlə hər hansısa bir zərərli vərdişdən istifadə etməyə min səbəb var. Başlıca səbəblərdən biri də, bəli, mənim dərdim var, mən stressləyəm, mən depressiv vəziyyətdəyəm və sanki bu zərərli vərdiş onu bu depressiv vəziyyətdən çıxaracaq. Və depressiv vəziyyət dedikdə də depressiyadayam deyilir. Ümumiyyətlə, istərdim tamaşaçılarımıza izah edəsiniz ki, əslində depressiya nədir? Hansı vəziyyətə depressiv vəziyyət deyirlər? Yəni, bir insana depressiya diaqnozu filan kəs depressiyadadır deməkdən ötürü hansı xüsusiyyətlərə sahib olmalıdır həmən şəxs ki, buna deyilsin ki, bəli, bu depressiyadadır? Doğru məqama toxundunuz. Çünki insanların bir çoxunda ümumiyyətlə belə bir fikir var ki, 2 gün, 3 gün əgər ruh düşkünlüyü yaşadımsa, mən depressiyadayam və yaxud da əgər iştaha yoxdursa, mən depressiyadayam. Ağlayırsa, hansısa bir ruh düşkünlüyü, ümumiyyətlə həyatdan zövq almama kimi bir problemlər olursa 2-3 gün ərzində deyir ki, mən depressiyadayam. Halbuki depressiya əslində nədir? Depressiya 2-3 həftədən artıq davam edən ruh düşkünlüyü, həyatdan zövq ala bilməmək, daimi məyusluq hissi, daimi şikayətçilik, yorğunluq, heç bir şeyə həvəs olmamaq, yəni bu insan hətta günlərlə yataqda qala bilir, çıxmaq istəmir, evdən çıxmaq istəmir, işə getməyə ümumiyyətlə stimulu yoxdur. Yəni, bu kimi vəziyyətlər əslində depressiya diaqnozunu qoymağa bizə qismən kömək eləyir ki, onu da vurğulamalıyam ki, depressiya diaqnozunu psixiatr qoyur, psixoloq diaqnoz qoya bilməz. Və bu kimi hallarda biz daha çox nə eləyirik? Onun depressiyanın ümumiyyətlə müxtəlif şiddətləri var ki, mərhələləri var ki, şiddətli mərhələsində mütləq ki, dərman müalicəsi
təyin olunur psixiatr tərəfindən və onunla yanaşı təbii ki, psixoloq tərəfindən də koqnitiv davranış terapiyası, motivasiya yönümlü terapiyalar, daha sonra ümumiyyətlə nəfəs texnikaları burada da çox böyük rol oynayır. Daha sonra fiziki aktivliklər, fəaliyyətlər ciddi rol oynayır bu müalicədə. Yəni orada belə deyim, bəzi məsələn bir çox problemlərdə düşüncə ilə işlənilirsə, burada ilk əvvəl davranışla işlənilir. Çünki o yataqdan çıxmaq istəməyən insan, ruh düşkünlüyü yaşayan insanı birinci növbədə addım attırmaq lazımdır. Yəni hər hansı bir məsələn illərdir etmədiyi və yaxud da aylardır etmədiyi hansısa bir məşğuliyyəti kiçik addımlarla ona öyrətmək lazımdır. Ona xatırlatmaq lazımdır əvvəlki özünü, əvvəlki halını, yəni depressiyadan əvvəlki vəziyyətlərini, əvvəlki məşğuliyyətlərini, sevdiyi, zövq aldığı işləri, məsələn, ona xatırlatmaq lazımdır. Amma həmin insan əl atır siqaret çəkmə vərdişinə, yəni siqaretə əl atır və o sanki həmən tütün məmulatlarından istifadə etdikdən sonra bu depressiv vəziyyətdən çıxacaq. Amma bir sanki qüsurlu dövran şəklində olmuş olur bu. Yəni siqareti çəkdikcə əslində o depressiya daha da dərinləşir məncə. Təbii ki, sözsüz ki, depressiya siqaretə yönəldə bilirsə də, amma siqaret də depressiyanı daha da dərinləşdirir. Yəni o insan elə bilir ki, müvəqqəti mən rahatlaşdımsa, deməli mən depressiyadan çıxdım. Lakin bu təbii ki, belə deyil. O depressiyanı daha da dərinləşdirilmiş və əksinə, üstünə daha da fərqli problemlər gətirmiş olur, təəssüf ki. Və bu problem də nəticədə artıq siqaretdən savayı daha ciddi zərərli vərdişlərə meyilliliyə yol açır. Fiziki sağlamlıqlarla bərabər, yəni daha ciddi problemlər yaradır. Buyurun. Halbuki bu müalicə üsulu deyil, müalicə üsulu dediyim kimi professional şəkildə, professional dəstək almaqla mümkündür. Və maraqlıdır ki, həmən bu depressiv vəziyyətdəki o kənar şəxslərin artıq həmən şəxsi o vəziyyətdən çıxarmaqdan ötürü onun keçmişi ilə bağlı, keçmişdə etdiyi, dediniz, xoş hansısa davranışları ona xatırlatmaq olur. Mümkündür, təbii ki, müsbət davranışları, məsələn, o depressiyada olan insan ümumiyyətlə düşünür ki, mən yəni lazımsızam, gərəksizəm, yəni heç nə məni artıq xoşbəxt eləyə bilməz. Ona yavaş-yavaş o xoşbəxt olduğu anları xatırlatmaq lazımdır. O da yenə də düşüncə terapiyası ilə mümkündür. Koqnitiv davranış terapiyası burada böyük rol oynayır. Orada o düşüncələrlə, yəni sokratik sorğulama kimi texnikalardan istifadə edilərək onun düşüncələri ortaya qoyulur və keçmişdə yaşadığı xoş anları, müsbət pozitiv davranışları, əldə etdiyi uğurları, yəni bütün müsbət addımları ona yavaş-yavaş xatırladılır. Bir də Rəvanə xanım, sizin sahənizdə mən sizdən verilişdən öncə də sizinlə söhbət edirdik və bunu anladım ki, həm də sizin yanınıza gələn pasiyentlər, həm də onların panik atak pozğunluğu olanlarla da məşğul olursunuz. Nəyə görə bu mövzunu açdım mən? Çünki mənim ətrafımda dostlarım var, hansı ki, siqaretdən ilk istifadədən sonra, tütün məmulatlarından, artıq onlarda panik atak deyilən bir hal formalaşıb ki, mən həkiməm və mən son 4-5 ildə bu panik atak vəziyyətini daha çox, daha intensiv eşitmiş oluram. Biz tədris keçəndə psixiatriyada da çox da onun üzərində dayanmırdıq. Yəni, panik atak. Və o ki, mən ətrafımda yaşayan dostlarımdan, ətrafımda olan dostlarımda bu halı gördükdə ki, onlar siqaret tüstüsünü birinci dəfə ağciyərlərə çəkdikdən sonra, bir müddət sonra onlarda qəribə bir hal formalaşdı. Və onlar psixoloq yanına getdilər, konsultasiya keçdilər, onlara panik ataksan dedilər. Panik atak ümumiyyətlə, yəni insanın hansı vəziyyətidir?
ki ona bu zərərli vərdişlər səbəb ola bilirmi? Təbii ki, zərərli vərdişlər səbəb ola bilər. Həmçinin də ondan qurtulmaq əgər anidən baş veribsə, bir qədər dəstəksiz baş veribsə, o da səbəb ola bilər bu vəziyyətlərə. Bunun üçün mərhələ-mərhələ irəliləmək lazımdır əslində zərərli vərdişlərin müalicəsində. Mərhələ-mərhələ. Bəli. Və panik atak əslində nədir? Biz panik atak deyirik, çox ümumiyyətlə yayğındır bu kəlmə. Əslində panik atak bir qədər fərqli bir şeydir. Panik pozuntu isə tamamilə fərqli bir şeydir. Panik pozuntu tamamilə dedikdə, yəni müddət fərqi var və dərəcə fərqi var. Panik atak əslində hər insanın həyatında bir dəfə, iki dəfə, yəni bir neçə dəfə çox uzun aralıqlarla hansısa problemlər, ciddi problemlər yaşadıqda baş verə bilir. Lakin panik pozuntu bu atakların tez-tez təkrarlanması deməkdir. Yəni panik pozuntu daha təhlükəlidir. Təbii ki, o daha bir qədər qalıcıdır və mütləq dəstək tələb edir. Və burada bəzən dərman müalicəsi də effektivdir. Yenə də koqnitiv davranış terapiyası da mümkündür və burada da yenə dediyim kimi nəfəs texnikalarından mümkün qədər çox istifadə etmək lazımdır. Panik atak əslində nədir? Panik atak insanın anidən ürək döyüntüsünün artması, soyuq tər gəlməsi, özünü sanki idarə edə bilməməsi, düşünür ki, mən idarə etməni itirəcəm və yıxılacam, özümdən gedəcəm. Sanki onlara bir anlıq ölüm qorxusu belə gəlir. Eynən, təbii ki. Ki, heç biri də ölmür əslində. Eynən. Və onların da, mən çünki dostlarımla onlar deyəndə ki, bəs indi konsultasiya kimi mənim də qəbulumda olurlar. Biz indi dostu hansısa bir məclislərdə də olanda adətən həkimlər belədir. Bir məclisdə həkim varsa, hər kəs ona problemli deyir. Eyni şəkildə dostlar. Onlar deyəndə mən hər zaman deyirəm ki, sən narahat olma, bu səni öldürməyəcək. Düşünsən ki, bu səni öldürməyəcək, bir müddət sonra artıq bu problem, o narahatlığın aradan qalxacaq. Ola bilər onun ürək vurğularının sayı artır ki, bu insanın normal bir halıdır. Biz gün ərzində nəbzimizin sayı 70, 80, 100, yenidən 70, 120-yə qalxa bilər. O günün stresinə bağlı, günün işin gərginliyinə bağlı olaraq, yəni bu vəziyyətlə rastlaşırıq, hər birimizin başına gəlir. Amma bunu panik atak halına çevirmək, mən həmişə tam səmimi deyim, düşünmüşəm ki, nədir bu diaqnoz? Sanki son dövrlərdə yox, panik atak terminindən daha öncə nevroz kəlməsi var ki, bir diaqnoz halında formalaşdırılır nevroz. Amma düşünürəm ki, sinir sistemi ilə bağlı, yəni hər şeyi nevroza bağlamaq lazım deyil. Adətən indi bir qrup həkimlər bütün xəstəlikləri gətirir nevrozsan deyərək üstündən keçib gedir. Hətta deyim ki, zərərli vərdişlərdən istifadənin səbəbi kimi də nevroz deyilir. Amma bu halbuki tamamilə yanlış bir şeydir bu. İnsanları yanlış yönləndirməkdə əslində. Və bu panik atak da mənim düşüncəmdə bir xəstəlik deyil məncə. Təbii ki, xəstəlik deyil, sadəcə dərin bir problemdir. Yəni, pozuntusu varsa, əgər panik atak pozuntusu varsa, burada çıxış yolu əslində özündən bir qədər asılı deyil. Ona mütləq ki, psixoloji dəstək lazımdır. Yəni, belə deyim, İnsan o ürəyində infarkt keçirmiş, sanki ürək infarktı keçirmiş kimi hiss eləyir. Düşünür ki, mən infarkt keçirdirəm. Mən hazırda öləcəm, nəfəsim kəsiləcək, boğuluram, nəfəs ala bilməyəcəm və mənə heç kim kömək eləyə bilməyəcək. Bu çarəsizlik, köməksizlik hissi də əslində onu daha da panik halına salır. O düşünür ki, ətrafda onu heç kim başa düşmür. Bəli. Bu çox yayğındır. Ümumiyyətlə, o hissi yaşadıqda o adamda daha çox artır bu simptomlar, daha şiddətlənir. Çünki o düşünür ki, onlar mənə əgər başa düşmürlərsə, deməli, mən çarəsiz vəziyyətdə qalsam, onlar mənə kömək eləyə bilməyəcəklər. Bəs həmən insana necə kömək? Məsələn, mənim yanımda hansısa bir yoldaşımı panik atak deyilən bu vəziyyət tutdusa, mən nə etməliyəm ona?
siz daha çox onu, yəni yenə də xatırlatmalısınız ki, bu infarkt deyil, bu hər hansı bir boğulma, nəfəs kəsilmə halı deyil. Sadəcə biz belə hiss edirik. Amma ondan öncə ümumiyyətlə doğru maarifləndirmə lazımdır. İnsan o problemini tanımalıdır. Yol yoldaşlığı etdiyi o problemi tanımasa, onunla necə mübarizə aparacağını da bilməz. Yəni ilk növbədə əslində özü bilməlidir onu, özü dərk etməlidir o problemini ki, bu əslində nədir? Bu məni ölümə aparırmı, yoxsa yox? Mən əslində onda kobud şəkildə cavablandırmış oluram onda dostuma, deyirəm ki, ölməyəcəksən. Belə baxanda da düzünü demiş oluram ona. Təbii ki. Çünki o vəziyyətdə mən dəfələrlə görürəm ki, ətrafımda olan yoldaşlarım arasında o vəziyyəti, panik atakı keçirənlər var. Və mənim hətta yanımda da olur. Biz hansısa bir toplu bir yerdən keçəndə deyir, mən oradan keçə bilmərəm. Və anlayıram ki, artıq bu proses başlayıb. Mən onda bircə deyirəm ki, ölməyəcəksən, narahat olma. Bəs necə reaksiya olur? Toğrul, sən də deyirsən, sən belə, sən həkimsən, məsələyə başqa cür yanaşırsan, bu tip danışılır, söhbət edilir və məsələ keçib gedilir. Siqareti tərgitmə vasitələrindən istəyirəm söhbət açaq, tərgitmə yollarından söhbət açaq. Bir qrup siqaret çəkən şəxs arasında belə bir söhbət gedir ki, siqareti tərgitmək üçün elektron siqaretlər və qəlyanlar bir vasitədir. Bu doğrudurmu və doğru deyilsə nəyə görə? Bu barədə tamaşaçılarımıza məlumat verərdiniz. Bəli, təəssüf ki, elektron siqaretdən istifadə halları artır və səbəb göstərirlər ki, mən siqareti tərk etmək istəyirəm. Amma təbii ki, bu da yanlış bir yoldur, üsuldur, hətta zərərlidir deyərdim. Düşünürəm ki, bu siqaretdən daha çox zərərli olmuş olur. Nəinki siqareti tərk etmək daha da aludə olmuş olur. Və ümumiyyətlə belə bir şey deyim ki, əgər siqareti bir insan tərk etmək istəyirsə, bu halda insan həm siqaret, həm elektron siqaret, ümumiyyətlə bu kimi digər bütün vasitələrdən tamamilə imtina etməlidir. Əks halda, yəni onu eləyim, bəlkə düzələcək, bunu eləyim, siqareti tərk edəcəm deyə bir anlayış yoxdur. Yəni bu elektron siqaret heç vaxt siqareti tərk etməyə kömək eləyə bilməz. Eləcə də qəlyanlar. Təbii ki, sözsüz ki, və qəlyanların infeksiyon xəstəliklər belə yaratmağını, yəni yaratma riski böyükdür. Elə yayılma mənbəyi kimi də mühüm rol oynayır. Pandemiya dövründə qəlyanların istifadəsinə qəti qadağa qoyulmuşdu və qəlyan istifadəsi olan ictimai yaşayış obyektləri tamamilə fəaliyyətini dayandırmışdı. Elə səbəb də o idi ki, onlar infeksiyon xəstəliklərin yayılmasında mənbədir və onun bir növ istifadəsini kəsməklə o infeksiyon xəstəliklərinin də yayılmasının qarşısı alındı. Yəni, istər elektron siqaret olsun, istər qəlyanlar olsun, bir vasitə deyil.
xanım, elə siqareti tərk etmə yollarından danışmışkən, bəli, tamaşaçılarımıza da kifayət qədər məlumat verdiniz ki, elektron siqaret və qəlyan vasitə deyil. Bəs siqareti tərk etmə yolları dedikdə nələrlə məşğul olmaq lazımdır, nə etmək lazımdır? Siqareti tərk etmə yolları, ümumiyyətlə üsulları bir neçə aspektdən yanaşılmalıdır ki, tibbi, istər psixoloji və sosial aspektlərdən mütləq yanaşılmalıdır. Belə ki, peşəkar dəstək ümumiyyətlə vacibdir. Çünki öz başına çox vaxt siqaret tərk etməyin, yəni bir müddət sonra onun geri qayıtma riski daha böyükdür. Psixoloji dəstək belə kömək eləyə bilir ki, məsələn, qrup terapiyaları vasitəsilə insan həmin qrupda o zərərli vərdişdən əziyyət çəkən insanlar bir-biri ilə çətinliklərini bölüşür, təcrübələrini bölüşürlər və insan orada tək olmadığının fərqinə varır. Yəni, bundan əziyyət çəkən mən deyiləm. Bu, onda rahatlıq hissi yaradır və müalicə prosesini qismən rahatlaşdırır. Daha sonra koqnitiv davranış terapiyasından mütləq şəkildə istifadə olunur. Burada yenə də düşüncə davranışlarla işlənilir. Daha çox, məsələn, siqareti çəkməyə yönəldən düşüncələr burada araşdırılır. Oradakı boşluqlar nəyə görə o vəziyyətə yönəlib, o araşdırılır və daha sonra onun davranışları dəyişdirilir. Hansı ki, bu işi görsə, o daha çox xeyir görəcək. Daha çox xeyir görəcək və o boşluq ümumiyyətlə doldurulmalıdır. Yəni, bir vərdiş aradan qaldırılırsa, onun yeri mütləq ki, faydalı bir məşğuliyyətlərlə, faydalı davranışlarla doldurulmalıdır ki, o boşluq bir müddət sonra onu təzədən siqaret vərdişinə qaytarmasın. Məsələn, həmən o davranışlar, həmən o fəaliyyətə nələr daxildir? Məsələn, belə deyim, əgər hansısa bir hobilər qazanırsa və yaxud da idman növləri ilə məşğul ola bilirsə, marağı hansısa bir sahəyədirsə, onları onun həyatına qazandırmaq lazımdır. Və bu müvəqqəti olmamalıdır. Daimi həyat tərzinə çevrilməlidir ki, o mütləq ki, yəni istər-istəməz o boşluq dolsun, istər-istəməz o vəziyyətə qayıtmasın deyə. Və həmən o davranış dediyiniz rutin bir fəaliyyətə çevrilməyindən ötürü nə qədər müddət ondan məşğul olmaq lazımdır? Məsələn, siqareti çəkən bir şəxs siqareti tərk etmək istəyir. Bugün qərar verir ki, bəli, mən siqaret qutusunu sıxdı, əzdi, atdı zibil qutusuna. Bəli, mən bugündən artıq zərərli vərdişdən uzaq dayanacam. O alternativ olaraq və yaxud hansısa bir idmanla məşğul olmağa başlayır, dinamik həyat tərzinə keçir və yaxud musiqi ilə məşğuldur, musiqiyə gedir, ondan savayı axşamları dostlarla görüşüb futbol oynayır mini meydançalarda. Yəni, bunlarla məşğul, nə qədər müddət məşğul olmaq lazımdır ki, o artıq səndə davranış halını alsın? Yəni, siqareti tərk etmək üçün ən çətin məqam, ən çətin müddət nə qədər sayılır kritik dövr? Əslində, təxminən 3 həftə bu kritik dövr sayılır. Orada bəzi fiziki problemlər də yaşanır, baş ağrıları, ümumiyyətlə bir balaca gərginlik, əsəbilik, bu halların da bir qədər keçməsi üçün, azalması üçün müəyyən müddət lazımdır. Və həmin müddətlə yanaşı yenə də psixoterapiya burada öz rolunu oynayır. Bir də o dostlarla görüşmək dediniz, orada bir məqamı vurğulamaq istəyirəm. İnsan axı sosial çevrədən də təsirlənib siqaretə yönəlir. O sosial çevrədə əgər siqaret çəkmək çoxdursa, o hallar çoxdursa, insan oradan bir qədər bu müalicə prosesində ən azından oradan bir qədər uzaqlaşsa daha yaxşı olar. Çünki müalicə prosesi çox həssas dövrdür. Onun yəni ortada qaldığı, arada qaldığı bir dövrdür. Hələ tam fikrinin formalaşmadığı dövrdür ki, orada əgər ətrafdan hər hansı bir yenə yaxın dostlarından siqaret çəkmək kimi belə bir şeylər gördükdə, o yenə də ona yönələ bilir və müalicə yarımçıq qalır. Sizin məsələn qəbulunuza gələn hansısa bir siqaret çəkən şəxs bu
vərdişindən uzaq dayanmaq istəyir, gəlir sizin yanınıza. Sizin ona verdiyiniz suallar hansılardır başlanğıcda? Yəni söhbətə başlayırsınız, tam bizə də, mənə də, tamaşaçılarımıza da maraqlıdır ki, başlanğıcda ona verilən suallar hansılar olur? Başlanğıcda ümumiyyətlə suallar verilir ki, yəni siz hansı səbəblərdən başlamısınız? Yəni necə oldu ki, siqaretə başladınız? O başladığınız ilk an. Bunu mütləq şəkildə öyrənirik. Daha sonra o olmasa onun yerini nə doldura bilər? Yəni siz nəyin əvəzinə onu istifadə edirsiniz? Kimi bəzi belə suallar verilir. Daha sonra Yəni siz ona sual verərkən, yəni siz siqaret çəkmədiyiniz, çəkməsəz nə ilə məşğul olarsınız, nəzərdə tutursunuz, yəni necə? Bəli, siqaret çəkməsəz, məsələn, onun alternativi nə ola bilər sizin üçün? Əgər o alternativi özündə formalaşdırmayıbsa, necə olur o? Onu formalaşdırırıq. Onun seanslar boyunca onun xarakterini, onun düşüncələrini, maraq dairələrini biz öyrənməklə artıq ona özünü xatırladırıq. Yəni, o siqaretdən əvvəlki vəziyyətini xatırladırıq ki, bu işlərlə, bu məşğuliyyətlərlə siz məşğul olduqda siqaret yadınıza düşürdümü? Bir də bayaq mübarizə strategiyaları dedim, onu da mütləq şəkildə dəyişdirmək lazımdır. Əgər insan problemlə üzləşmək yerinə ondan qaçırsa, bu siqaretdən asıllıq yenə də təəssüf ki, davam eləyəcək. Orada mübarizə strategiyaları əgər formalaşmayıbsa, uşaqlıqdan bu formalaşır. Əgər o formalaşmayıbsa, onu biz seanslar ərzində formalaşdırırıq. Rəbanə xanım, verilişimiz yekunlaşır. İstərdim bizi izləyən tamaşaçılara, onlar arasında həm siqaret çəkənlər var, həm siqaret çəkənlərin doğmaları, yaxınları var. Onlara tövsiyənizi, məsləhətlərinizi eşidək. Tamaşaçılarımıza öz həm bir ekspert, psixoloq kimi, həm bir valideyn kimi, ümumiyyətlə bu yoldan uzaq dursunlar, nə etsinlər, bu yola, yəni siqaret çəkməyənlər də ümumiyyətlə bu yola baş vurmasınlar. Ümumiyyətlə, ilk növbədə ailədən, təbii ki, bir çox şey ailədən qaynaqlandığı kimi, siqaret asılılığı, siqaretə yönəlmək kimi vəziyyətlər də yenə də ailədən qaynaqlanır. Onun üçün uşaqlarla diqqət çərçivəsində və onların mübarizə strategiyalarına baxmaqla, diqqət etməklə hardasa onu oradan çəkindirmək mümkündür. Yəni, o mübarizə strategiyalarını əgər görürlər ki, problemdən qaçır, o problemin üstünə getmir, orada artıq demək problem var. Və özgüvən mütləq şəkildə bəzi insanlar var ki, məsələn, deyir ki, özgüvənim yox idi, ona görə bunu etməyə çalışdım ki, məni qəbul etsinlər. Halbuki özgüvən siqaretlə və ya digər bu kimi vərdişlərlə qazanılmır. Rəbanə xanım, ətraflı məlumat üçün və təklifimizi qəbul etdiyiniz üçün sizə minnətdarıq. Mən də təşəkkür edirəm ki, dəvət elədiniz bu cür gözəl mövzuya. Hörmətli tamaşaçılar, zərərli vərdişlərdən özünüzü və ətrafınızı uzaq tutun, bizi izləməkdə davam edin. Gələn görüşədək, hələlik.